Hoş gördük əziz Hürriyyət TV tamaşaçıları. Mənimlə bir gün Cəllabaddayıq. Özü də çox gözəl bir məkanda. Cəllabadın Qarazəncirli kəndindəyik və bu kəndin çox gözəl ab-havası var. Mənimlə bir gün Cəllabadda. Mənimlə bir gün bax Nəsrin Şadlıq evində. Əgər Cənub bölgəsinin insanları xoşbəxt olmaq istəyirsinizsə, cavan ailələr, bax, məhz elə bu gözəl Şadlıq sarayında öz səadətli günlərinizin təməlini qoya bilərsiniz. Burada gözəl xidmət, münasib qiymət, əla keyfiyyət sizləri Nəzrin Şadlıq sarayında gözləyirik. Verilişimiz ən azından Cəllabad şəhərinin ən gözəl, maarifpərvər, ziyalı, yaradıcı insanları ilə demək olar ki, hər zaman gündəmdədir. Bax elə o gündəmdə olan insanlar, yaradıcı insanlar sizlərin görüşünüzə gəlir. Gəlin onları bir təqdim edək. Və Cəllabadın özünə məxsus tarixçəsi var. Bu tarixçəni bizim hər birimiz bilirikmi? Bax elə ona görə də mənim Hürriyyət TV tamaşaçılarım, gəlin biz Cəllabad şəhərinin bir ziyalısı, ağsaqqalı Ramiz bəy Ağayevə söz verək. Və mən hər bir qonağımızı təqdim eləyəcəm. Çünki onların o qədər gözəl ifalar var idi. Mən şəxsən Cəllabad şəhərinin belə gözəl səs diapazonuna malik olan yaradıcı insanları gördüm. Çox məmnun oldum. Sizlər də eşidin, sizlər də məmnun olun. Və Cəllabad şəhərinin bir gözəl məclislərini, toy adətlərini, demək olar, öz ifalarında bəzəyən bir gözəl xanım. Özü gözəl, sözü gözəl, ifası gözəl. Mina xanım Zeynalova, xoş gördük. Və deyərdim ki, özünə məxsus xarizmatik görünüşü, amma deyim, cavanların ifasından heç də geri qalmayan, cavan ruhlu, bütün məclislərin də bəzəyi Yusufəli Məmmədov. Xoş gördük. Ən azından bugün Cəllabadda olsaq da, bəs bizim verilişi, mənimlə bir gün olmaq istəyini həyata keçirən bir gözəl xanımımız, Elzadə xanım Nüsrət qızı. Siz də xoş gəlmişsiniz. Təşəkkür edirəm. Amma mən sizə bir şey deyərdim. Bizim tarım ustadlarımız var. Və onlar bilirsiniz ki, bizim musiqi yaradıcılığımızın ən gözəl tarixini yaşadan insanlardır. Tar, saz. Bu simli adətləri bizim gənclər də yaşadanda bizə nə xoş olur. Ən azından bununla məmnun oluruq. Və tanınmış tar ifaçısı, simli alətlərin ustadı Mirzabala Mirzəyevin övladı, onun sənətini onun kimi yaşadan İbrahim Mirzəyev. Siz də xoş gördük. Əslinə qalsa, mən onların qonağıyam. Bəli, Cəllabaddayam. Ancaq sizdə mənimlə bir günün qonağısınız. Ona görə də mən də istəyərdim ki, çox gözəl ab-havanızla bizim verilişin gözəl simasına çevriləsiniz. Elə ilk sualım da Ramiz bəy olacaq. Ramiz bəy, Cəllabad çox seviləsi şəhərdir. Şirəli torpağı var, elə istiqanlı da insanları var. Bax, bu şirəli torpağın istiqanlı insanlarının bir nümayəndəsi kimi Cəllabadı necə tərənnüm eləyərsiniz? Cəllabad doğrudan da Azərbaycanın ən gözəl güşələrindən biridir. Bu isti yay günləri keçməsinə baxmayaraq, Cəllabada gələn çox yaxşı əhval-ruhiyyə ilə buradan qayıdır. Elə bilirəm ki, bugünkü qonaqlarımız da yaxşı əhval-ruhiyyə ilə, yüksək ruh yüksəkliyi ilə buradan gedəcək. Cəllabadın tarixi haqqında çox danışmaq olar. Cəllabad Azərbaycanın, təkcə Azərbaycanın yox, dünyanın ən qədim yaşayış yerlərindən biridir. Cəllabadda sözün həqiqi mənasında yüksək istedadlar yetişib həmişə. Bu gün də həmin istedadlar yaşayır. Və bizim rayonun da həqiqətən o
keçmişdən çox danışmaq olar. Bugünkü həyatı da çox maraqlıdır. Cəlilabadda həqiqətən yaxşı quruculuq işləri gedir. Biz onunla fəxr edirik. Günü-gündən həqiqətən Cəlilabad gözəlləşir və biz o gələn qonaqlarımızın Cəlilabadda olan yenilikləri görəndə biz həqiqətən böyük sevinç, fərəh hissi keçirdirik. Bugünkü qonaqlarımıza da yenə də xoş gəldim deyirəm. Onlara da uzun ömür, can sağlıq arzu edirəm. Həqiqətən Cəlilabadda o bəzən deyirlər ki, Azərbaycanın ikinci Qarabağıdır. Cəlilabadda gözəl müğənnilər var, gözəl musiqiçilər var. Bəzən bizim rayonun musiqiçiləri qonşu rayonlara da dəvət olunur. Masallıya, Lənkərana, Beləsivara, Səlyana, hətta Bakının özünə biz onlara da baxanda həqiqətən böyük qürur hissi keçirdirik. Sağ olun, minnətdarım sizə. Mina xanım, özünüzün belə də bir səhnələrin bəzəyisiz və sizin özünüz bugün bir Cəlilabadlı kimi hansı bir arzunuz var, onu bizə deyin və onu da deyim ki, mən həmişə Mina xanımın ifalarını dinləyəndə ən çox sevdiyim bir sənətkar Zeynəb xanım, Xanlarovanın mahnıları ilə böyümüşəm. Və həqiqətən də indi Mina xanım da biz dinləyəcəyik, görəcəyik ki, həqiqətən də Mina xanım məhz o sənətkarın av-havasını biraz da yaşadır. Amma deyim ki, Mina xanımın ifaları özünə məxsus ifalarda. Hə Mina xanım? Təşəkkür edirəm. Birinci sizə də xoş gəldim deyirəm. Xoş gəlmişsiniz televiziyçilərinə. Təşəkkürümü bildirirəm. Ramiz müəllim sizə, qonaqlara xoş gəldim deyirəm. Siz düz deyirsiniz, düz vurguladınız. Zeynəb xanım bizim ən sevimli müğənnilərdən biri olub. Yəni o böyük sənətkardır. Həmişə mən televizorda axırda oxuyurdum. O gəlib ora çatmasaydım, mən başlayırdım ağlamağa. Yəni ki, o qədər mən onu sevirəm. İndi də sevirəm. Amma mən, yəni bu içimdən gəlir də. İçimdən gəlir, mən o qədər sənətimi sevirəm. O qədər mən sənətimi sevirəm ki, yəni bütün o tədbir olur bizdə rayonda. Hamısında çıxış edirəm. Özdə canla, başla, ürəklə çıxış edirəm. Mən də buradan Cəlilabadımızı, bütün bizi izləyən tamaşaçılara salamımızı söyləyirəm. Yəni yenə də deyirəm, xoş gəlmişsiniz. Təşəkkür edirəm hamıza. Bu qədər. Mina xanım, bilirəm, siz sözlərinizi ifalarınıza deyirsiniz. Onda belə deyək, ifa edəcəyiniz musiqiləri haqqında deyin və bir zəhmət səhnəmizin bəzəyi olub. Mən Cahargah təsnifini oxuyacağım inşallah, Allah qoysa. Buyuruz, baxız.
bu qəlbiniz var. Cavan ruhlu, ancaq deyək ki, bir çox gənc müğənniləri, kişi müğənniləri də öz repertuarı ilə, hətta səhnə mədəniyyətini geridə qoyan Üsbəni müəllim. Siz bizim verilişimizə xoş gəlmişsiniz. Mən də sizin Cəlilabadınıza həmçinin xoş gəlmişəm. Üsbəni müəllim, bugünkü gənc kişi ifaçılarına, ümumiyyətlə, yeni ifaçılara necə bir tövsiyəniz var? Hoş geldiniz. Sizleri salamlayıram. Allah hamınızı sağ etsin. Verilişiniz baxarlı olsun. Cavanlara nə deyə bilərəm valla? Çalışsınlar, üzərlərində yaxşı işləsinlər, öyrənsinlər. Hələ biz indi öyrənirik. Gənclərin toyunda gözəl şan mahnılar oxuyuruq. Nə qədər imkanımız var, yenə də oxuyacaq Allah qoysa. Bütün toplumlarda sağ olsun, sizə sağ olun ki, bizi elimizə, obamıza, uzaq-uzaq yəqində yaşayan Azərbaycan xalqlarına tanırsınız. Çox sağ olun. Üsbəni hər bir sual vermək istəyirəm. Bu gənc müğənnilərdən hansı birinə özünüzə bir rəqib sayırsınız? Amma adını desəniz daha gözəl olar. Vallahi rəqib, mən elə demərəm. Hər birinin öz stili var, oxumaq stili var. Nə bilim, heç onu deməsə yaxşı olar. Yaxşı oxusunlar, çalışsınlar, yaxşı oxusunlar. Şərt tək oxumaqdan getmir bu sənətdə. Biraz o bəhsiz edib, pozitiv versiyonə versiyonu olmalı müğənnidə. Məclisə baxmalısan, harada necə oxumaq lazımdır. Hansı məclisdə nə demək lazımdır. Belə olmalı. Oxuyan canavar olmalıdır. O canavar da ki, o millətin gözünüzünə düz baxmalıdır. Uzuma keçməlidir, həmişə uzunlu olmalıdır. Və indi dəriyə qədər səsi var, oxuyur, gəlib durur orada, heç bir kəsdən müziyyət yox. O bir olmaz. Toy ağzında toy versin, şəhərdə deyirsən orada gözlə çıxacaq etmək lazımdır. Yəni, mənim üçün. Eşitdiniz gənc müğənnilər, Üsbəni müəllim kimi səhnəni bir olduğunda əlinizdə saxlamağı bacarmalısınız. Gənc ifaçılara meydan oxuyursunuz. Bax elə bu meydan, bu da siz. İndi gözəl o özünə məxsus ifalarınızla bir daha rəqiblərinizi qıcıqlandıra bilərsiniz. Hansı mahnıları ifa edəcəksiniz bizlər üçün, Hürriyyət TV tamaşaçıları üçün? Mənim ilk oxuduğum mahnı Nədən vuruldum sənə mahnısı olacaq. Sözləri özümə aiddir. Musikisi Rızvan Belasvarlıya aiddir. Doymuram gülüşünden, bilmirəm nədən. Nədən vuruldum sənə, bilmirəm nədən. Doymuram gülüşündən, ay gözəl nədən. Köçənizdən keçirsən, dindirirəm dinmirsən. Sən məni öldürürsən, bilmirəm nədən. Gözüm gözündə qalır, ürəyimi dərdə salır. Ağlımı başdan alır, bilmirəm nədən. Köçənizdən keçirsən, dindirirəm dinmirsən. Sən məni öldürmüsən, bilmirəm nədən. Gözüm gözündə qalır, ürəyimi dərdə salır. Ağlımı başdan alır, bilmirəm nədən. Yüreğim her zaman arzular senin. Gel tutun elimden sevindir beni. Bu kadar incitmez seven seveni. Verdiğin azaplardan doymuram neden. Doymuram neden. Neden vuruldum sana bilmirəm neden. Doymuram gülüşünden bilmirəm neden. Neden vuruldum sana bilmirəm neden. Doymuram gülüşünden ay gözəl neden.
Ah seni görməyəydim, dəli kimi sevməyəydim, lan olub dinməyəydim, bilmirəm nədən. Hər gün səni yanaram, alışaram, yanaram, yollara baxaram, bilmirəm nədən. Ürəyim hər zaman arzular sənin, gəl tutun əlimdən, sevindir məni.
Mənimlə bir gün verilişinin ta masallıdan bura bizlər üçün öz mahnı sovqatı ilə təşrif buyuran Əlizadə xanım Hüsrət qızı özünün yeni imici, yeni səs belə zövqü ilə bir yerdə gözəl ifalarınızla bizim səhnəmizi bəzəyəcəksiniz. Əlizadə xanım, neçə ildir səhnədəsiz və ən çox sevdiyiniz həyatınızın bütün notlarını bir yerə yığan bir ifa var ki, o ifa sizin həyatınızın bir cümləsini əvəz edir. Əvvəlam siz çox xoş gəlmişsiniz. Sizləri təbrik edirəm belə bir verilişə bizi dəvət elədiyinizə görə. Mən hardasa 32 ildir bu səhnədəyəm. Mənim ömrüm hardasa 10 ili. Halay Qızlar Ansamblında iştirak eləmişəm. Allah rəhmət eləsin Ümülban Cəbiyev. Onun bizə verdiyi əməklər bizi bu səviyyəyə gətirib çıxardı. Həm də mənim öz istədiyim mahnı Gözəlim mən sənə canan deməyim. Bəs nə deyim, nə deyim. Mənim ən sevdiyim mahnı bu olub. Bu kışta geldi keçtim, ümidim bahardadır. Yüreğim esretinden, gözlerim yollardadır. Yüreğim esretinden, gözlerim yollardadır. Göçüp geldi
İlk bakışından sənə çox vuruldum. Tutuldum bu eşqə yaman tutuldum. Qarşıma çox biganələr çıxsa da, hanı mənim sevgiməkən baxsa da, mən yenə sevgimin sahibi oldum. Dağılsa da dünya bu sevgidə əsla dönmərəm, mənim sən dönmərəm. Aşiqəm sənə mən dönmərəm, əhdimdən yazılmısan qismətimə əzizim. Dağılsa da dünya bu sevgidə əsla dönmərəm, mənim sən dönmərəm. Aşiqəm sənə mən dönmərəm, əhdimdən yazılmısan qismətimə əzizim. Mən sənə bağlıyam gülüm ürəkdən, zövq alıram bu sözləri deməkdən. Sən o qədər şirinsən ki əzizim, sən o qədər gözəlsən ki əzizim. Gözəlliyin seçilməyir mələkdən. Dağılsa da dünya bu sevgidə əsla dönmərəm, mənim sən dönmərəm. Aşiqəm sənə mən dönmərəm, əhdimdən yazılmısan qismətimə əzizim. Hər baxışın dərdimə dərman oldu. Sən olmasan bu ürəyim qan olar. Qoyma məni sənə həsrət əzizim, verməsələr səni mənə əzizim. Sanki bu dünya mənə zindan olar. Dağılsa da dünya bu sevgidə əsla dönmərəm, mənim sən dönmərəm. Aşiqəm sənə mən dönmərəm, əhdimdən yazılmısan qismətimə əzizim. Dağılsa da dünya bu sevgidə əsla dönmərəm, mənim sən dönmərəm. Aşiqəm sənə mən dönmərəm, əhdimdən yazılmısan qismətimə əzizim. Aşiqəm sənə mən dönmərəm, əhdimdən yazılmısan qismətimə əzizim. Çox sağ olun, təşəkkür edirəm gözəl ifalarınıza görə. Həqiqətən də mənimlə bir gün verilişinin çox gözəl xanım simaları var. Mənim efirimi biraz da bənzəyirlər və nəinki xanımlarımıza, hər birinizə özlərinin təşəkkürümü bildirirəm. Amma onu da bayaq onu da qeyd etdim ki, tar ifaların, simli alətlərdə ifaları öz yaradıcılığında möhkəmlədən və onu gələcək nəsillərə çatdıran gənclərimiz var. Və neçə simli alətlərdə ifa etməyi öyrədən bizim bir həm müəllimimiz, həm ifaçımız İbrahim Mirzəyev. İbrahim bəy, çox gözəl yanıqlı ifanız var idi və həqiqətən də bir neçə məclislərdə də sizin ifanızı eşitmişəm. Hətta deyərdim ki, şimal bölgələrdə tədbirlərə belə özünün yetirmələrini, orada iştirakını tənzimləyib, orada iştirakını təşkil edib. Və istəyərdim elə bir gənc ifaçı və müəllim kimi bizim bu simli alətlər haqqında danışasınız və bu simli alətlərdə sizdə bu qədər məhəbbət, seyir, təbii ki, atasından, Mirzə Bala müəllimdən gəlib, ancaq yenə də ondan 2 qat olan mehr, məhəbbəti necə yaşadırsınız ifanızda? Birazca özünüzdən danışın. Çox sağ olun Vüsala xanım. Mən də ilk öncə hər birinizi salamlayıram. Məni dəvət etdiyiniz üçün də təşəkkür edirəm sizlərə. Dediyiniz kimi, mən musiqiyə atama baxıb gəlmişəm də onun sənətinə.
Yəni həmişə o musiqi səsi bizim evdə səslənib. Yəni mənim əmilərim də musiqiçi olub. Atam öz də musiqi müəllimidir. Elə atama baxıb gəlmişik bu sənət. Mənim sevimli, dəyərli Hürriyyət TV tamaşaçılarım, sizlər də İbrahim bəyin solo ifasını dinləməyə dəvət edirik. İbrahim bəy, buyurun. O gözəl ritmlərinizi, ifalarınızı, solo ifanızı bizim sevimli Hürriyyət TV tamaşaçılarına da çatdırın.